Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Yoxlamalar zamanı Sabunçuda süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, emal prosesi zamanı texnoloji ardıcıllıqlar prinsipinə, gigiyena qaydalarına riayət olunmadığı, qablarda kiflənmə əlamətlərinin müşahidə edildiyi, hazır məhsulların birbaşa döşəmə üzərində ara məsafəsi gözlənilmədən saxlanıldığı və digər nöqsanlar müəyyən edilib. Bundan başqa, müəssisədə istehsal olunan məhsulların etiket məlumatlarında istehsal tarixi və yararlılıq müddətinin saxtalaşdırıldığı aşkarlanıb. Məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün laboratoriyaya təqdim olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılana dək müvəqqəti məhdudlaşdırılıb. Agentliyin müfəttişləri həmçinin Binəqədidə yerləşən ictimai yaşayış obyektində yoxlama keçirib və nəticədə saxta alkoqollu içkilər aşkarlanıb. İçkilərin bir qismində qablaşdırmada istifadə olunan başlığın kustar üsulla yapışdırıldığı, məhsulun qapağındakı və etiketlənmədəki lot kodların fərqli olduğu və qapaq hissədə qopmalar müəyyən edilib. Qeyd olunan alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərinə dair sənədlər də yoxlamaya təqdim edilməyib. Faktla bağlı inzibati icraata başlanılıb, həmin məhsulların dövriyyədən çıxarılması və satışının qadağan edilməsi barədə qərar qəbul edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.